Əsküləyim, coş dənizim, qanad açıb gəmimiz. Dalğa bizim, tufan bizim, anamızdır bu dəniz göydəniz. Əsküləyim, coş dənizim, qanad açıb gəmimiz. Dalğa bizim, tufan bizim, anamızdır bu dəniz göydəniz. Dənizim, qanad açıb gəmimiz. Dalğa bizim, tufan bizim, anamızdır bu dəniz göydəniz. Əsküləyim, coş dənizim, qanad açıb gəmimiz. Dalğa bizim, tufan bizim, anamızdır bu dəniz göydəniz. Dostlar bizə göydəniz əzizdir, göydəniz əzizdir. Sevgilimiz dənizdir. Açırıq Xəzərim. Neft alınca bu günləri biz açıq gözəlim. Eşqimizi yelkən kimi biz açırıq Xəzərim. Neft alınca bu günləri biz açıq gözəlim. Dostlar bizə göydəniz əzizdir, göydəniz əzizdir. Sevgilimiz dənizdir. Kanalları salamlayıram, xoş gəlmisiniz. Bütün iştirakçıları təbrik edirəm, uğurlarınız bol olsun. Bugün Neftçilər Bayramı münasibətilə xalqımızı təbrik edirəm. Bugünkü sərgimiz Qaraqızılın zirvəsi adlanır. Məlum həqiqətdir ki, neft bizim sərvətimizdir. Ölkəmiz neftlə Qaraqızılla bütün dünyada tanınır. Və bizim istedadlı rəssamlarımız öz əsərləri ilə neft mövzusu üzərində sizin görüşünə gəlməkdədir. Və bu sərginin ərsəyə gəlməsinə göstərdiyi köməyə və qayğıya görə Sariban Milli Dekor Evinin direktoru İntisar xanım olmaqla əməyi keçən hər kəsə təşəkkür bildirirəm. Sağ olun, uğurlar olsun hər kəsə. Əziz sərgi iştirakçıları, əziz qonaqlar, sizi burada görməyimizə çox şadıq və sizi salamlayırıq. Çox gözəl ki, siz bu sərgiyə təşrif buyurmusunuz. Sizə öz dərin təşəkkürümüzü bildiririk. Bu sərgi 20 sentyabr Neftçilər Günü ilə bağlıdır. Mən demək istəyərdim ki, Neftçilər Günü ilə bağlı biz çox yer fikirləşdik ki, harada keçirdək sərgini və qərara gəldik ki, bizim doğma kəndimiz Balxanı kəndində eləyək. Sariban Dekor Evində, Milli Dekor Evində. Mən deyərdim ki, Balxanıda ilk neft quyusu 1848-ci ildə qazılıb və Aleksandr Mişon tərəfindən həmin bu neftin fontanı qısa metrajlı film kimi 43 saniyəlik filmlə göstərilib və lentə alınıb. Və həmin lent daha sonra Parisdə saxlanılıb, amma illər sonra həmin film lenti Azərbaycana gətirilir və Azərbaycan fondunda həmin film saxlanılır. Mən onu deyərdim ki, hamınızı təbrik eləyirəm.
Həqiqətən də sərgidə bir-birinə maraqlı əsərlər nümayiş olunur neftlə bağlı. Çünki neft bizim tariximizdir və biz bilirik ki, neft 41-45-ci illərdə də Azərbaycan nefti, Bakı nefti müharibə dövründə cəbhə bölgələrinə göndərilən xam mallardan biri olub. Yəni ki, samolyotlardır, tanklardır. Məhz Azərbaycan neftinin hesabına biz qələbə qazandıq. Bizim neftçilərimizin əməyi, zəhməti nəticəsində. Ona görə hamınızı salamlayıram, hamınıza uğurlar arzu edirəm və arzu edirəm ki, gələcək sərgilərdə də daha böyük sərgilər keçirdi və müxtəlif mövzularda. Çox sağ olsunlar ki, rəssamlarımız ki, az bir müddətdə onlara verdiyimiz vaxtda onlar həmin bu əsərləri işlədilər və ərsəyə gətirdilər. Yəqin ki, indi əsərlərə baxanda hərə öz fikrini bildirəcək. Və mən xahiş edirəm ki, əsərlərə baxanda hər bir rəssam öz əsərinin yanında dursun ki, biz əsərlərə baxdıqda həmin rəssamlar o əsərləri haqqında məlumat verə bilsinlər. Diqqətinizə görə çox sağ olun. Və sözü vermək istəyirəm, bizim Balxanı kəndinin akvarelist rəssamı, gözəl sənətkarımız Bayram Qasımxanlıya. Çox sağ ol. Xoş gəlmişsiniz hamınız bizim kəndə. Bizim kənd neftlə məşhur kənddir. Ondan əlavə kənd kimi də uğurları çoxdur. Yəni indiki vəziyyəti ürək açandır. Bizim kənddə çoxlu mütəxəssislər həm neft sahəsində, həm incəsənət sahəsində çoxlu insanlar olub. Siz də bu işdə fəal iştirak eləməyinizə görə təşəkkür edirəm. Yaxşı eləmişsiniz ki, buranı seçmişsiniz. Burada yadda qalan məqamlar çox olur. Ona görə tez-tez sizi görmək istəyirik Balaxanda. Xoş gəlmişsiniz. Uğurlarınız bol olsun inşallah. Çox sağ ol, təşəkkürlər. Sözü vermək istəyirik Əskər Əskərovun yadigarı, qızı, rəssam, İncəsənət Gimnaziyasının müəllimi Günay Əskərovaya. Çox sağ olun. Hər birinizi salamlayıram. Xoş gəlmisiniz. Sarıban Qalereyasına təşəkkürümü bildirirəm. Natiqə başda olmaqla bu təşəbbüsü irəli sürdüyünə görə mən də rəssamların və bir çox burada iştirak edən insanların adından bildirmək istəyirəm ki, Natiq hər zaman öz işində həmişə öndə olub və bugün də sağ olsun bu sərgini təşkil elədiyi üçün və Balaxanı kəndinə də təşəkkürümüzü bildiririk. Bu təşəbbüsü, yəni bu şəraiti bizə yaratdığı üçün qalereyanın da yəni ki, nümayəndələrinə hamısına çox sağ olun. İnanıram ki, bugün əsərlərimiz xoşunuza gələcək. Təşəkkür eləmə şeyə görə təbrik edirəm hər birinizi. Təşəkkürlər, sağ ol. Sözü vermək istəyirəm. Yenə də İncəsənət Gimnaziyasının müəllimi bizim Qənirə xanım Əskərovaya, rəssam. Qənirə xanım bizə rus dilində danışacaq. Это для русскоязычных. Добро пожаловать на нашу выставку. Добро пожаловать на нашу выставку. Я надеюсь, что всем понравится работа художников. И спасибо, конечно, выставочному салону, что нам предоставили такое превосходное место. И спасибо организаторам, конечно же, Натикбе, Висали Ханум. Вот. И опять-таки спасибо за прекрасный день, за такой теплый прием. Sözü veririk bizim çox hörmətli rəssamımız Rəvan bəyə. Mən də hər bir iştirakçını salamlayıram. Çox sağ olun bu sərgidə məni də dəvət etdiyiniz üçün. Təsadüfi deyil ki, mənim rəssamlıq sahəsində ilk uğurlarımdan biri də neft sahəsində olmuşdu. Çünki 2014-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin təşkil etdiyi neft sərgisində Mədəniyyət Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə 2014-cü ildə qaliblər sırasında olmuşdum. 100 rəssamın içində mən də həmin onluqda düşmüşdüm. Həmin bu rəssamların içində
Böyükağa Mirzəcadənin, Maral Rəhmanzadənin, Səttar Bəvzadənin həmin bu onluqda mən də o sırada olmuşdum 2014-cü ildə. Bundan sonra neft sahəsində mövzular işlədim. Ona görə bu sərgidə mən də iştirak eləməyi özümə borc bildim. Çox sağ olun məni dəvət etdiyiniz üçün. Hər bir iştirakçıya uğurlar arzulayıram. Başqa sağ olun, var olun. Təşəkkür edirəm. Sağ olun. Biz sözü vermək istəyirik bizim neftçi qonağımız Elçin müəllimə. Çox şad olduq ki, o bizim bu sərgidə iştirak eləyir və fikirləşdik ki, bu sərgidə niyə də neftçi olmasın? Neftçi özü də xanəndə. Salam. Bütün tədbir iştirakçılarını salamlayıram. Çox sağ olun. Bu mötəbər tədbirə bizi də dəvət etmisiniz. Vallahi mən bu tədbiri bizə istiqamətlənən bir təbrik kimi də qəbul edirik. Artıq fikirlər o qədər qarışıqdır ki, bu istiqamətdə adamın belə söz deməyə bir dili tutulur. Bu neftçi peşəsini seçməkdə elə o uşaqlıq illərində məktəbin pəncərəsindən boylananda gözümüzün önündə o hərəkət edən bir neft quyuları doğrudan böyük marağa səbəb oldu. Talih elə götürdü ki, biz elə bu maraq bizi istiqamətləndirdi ki, bir neftçi kimi puxtələşmək üçün o istiqamətdə təhsil alaq. Mən özüm ixtisasca geoloqam. Yəni, Balxanı qəsəbəsində doğulub, böyüyüb, boya başa çatan bir kəsəm. Bu Balxanıya, eyni zamanda neft sənayesinə olan maraq məndə bir çox, bəlkə deyərdim ki, uğurlarımın səbəbidir, yoxsa nədir? Bunun bir təsdiq kimi nəyə götürmək olar? Mən öz elmi dissertasiya işimi sırf Balxanı Sabunçu romanı yatağının Balxan sahəsində yerləşən qırmaki lay dəstəsi horizontlarının işlənməsi ilə əlaqəli bir mövzu götürmüşəm. Bir sıra bir elmi konferanslarda iştirak edəndə istifadə etdiyim tezislərdə məhz o Balxanı sahəsində yerin təkinə həsr olunub. Bu mövzuda bu elmi məqalələrin içində də o Mahmud Kərimovun Gənc Alimlərin Əsərləri adlı məcmuədə 100-101-ci səhifəsində olan əsərlərdə məhz Balxanı qəsəbəsinə həsr eləmişik. Valla Balxanı bir sıra məsələn rəssamlar öz prizmasından baxır, digər ziyalılar başqa bir rakusdan baxır. Amma mən bir yerin təkindən bir balaca bir rezüme eləmək istəyirəm. Deməli, geologiya sahəsində belə bir məqam var ki, yerin təkində, yəni bugün sizin dildə desək laylar, harada yer səthinə çıxırsa, oranın coğrafi adı ilə adlandırılır. Bizdə bu Qırmaki dərəsində, yəni məhsullar qatda iştirak edən 26 horizontdan bəlkə deyərdim böyük hissəsi 60% həmin yerdə cəmlənir. O coğrafi yerinə görə onu Qırmaki horizontları, Qırmaki lay dəstəsi adlandırıblar. Bunu niyə vurğulayıram? Bu nəinki Abşeronda, nəinki Bakı arxipelagında, Xəzər dənizinin dərin yerlərində, eyni zamanda böyük bir sinkronal ərazilərdə, yəni yerin təkində səth olaraq böyük bir səthi əhatə edilir. Bəlkə Azərbaycandan da böyük səthi. O hamısı o kəsiliş boyu Qırmaki lay dəstəsi horizontları iştirak edir. Bu bizim üçün böyük bir şərəfdir, Allahın nemətidir. Yəni mən tək deyiləm. Bu vurğuladığım məqamlara görə bir sıra adamın marağı elə məhz neftçi kimi formalaşma olub. Valla bunlar hamısı bizim yerin üstündə Cahangir Cahangirov,
nə bilim Elmira Qafarova, Sadıq Rəhimov. Yəni bu mövcud indiki cari vəziyyətdə də bizim çox böyük ziyalılarımız bu dəqiqə fəaliyyətdədir. Elmi fəaliyyəti var, müəyyən böyük postları da uğurla işləyirlər. Sadəcə Balxanın sakini olmadığı üçün yəni çoxdur. Bəli. İkinci şəxsşünas qadın respublikada çoxdur. Yəni ki, saymaqla qurtarmaz. Yəni yerin üstü də bizdə sərvətlidir, altı da sərvətlidir. Bundan sonradakı bu özül, bu təməlimiz varsa, biz bunu inkişaf elətdirməliyik. Sağ olun, çox sağ olun. Minnətdarım. Dəvətimizi qəbul etdiyinizə görə təşəkkür edirik. Mənə çox maraqlıdır, nəyə görə? Çox maraqlıdır. Bəxtiyar kinosunu görmüsünüz, orada neftçi rolunda oynayan Rəşid bəy budur. Mənə maraqlıdır, mənə elə gəlir hamısına da bu maraqlı olacaq. Orada sual verilir və o suala cavab alınmır. Çünki soruşurlar ki, neçə metr neft çıxardığında neçə metr qazmısınız? Orada suala cavab verilmir. Ümumiyyətlə, neft quyularının qazılması zamanı layihələndirmə və tamamlanma bir predmetləri, yəni ki, mövzudur bu. Daha doğrusu bir istiqamətdir. O, yenə də bayaq vurğuladığım kimi, oradakı olan geotektonikadan, strukturadan asılıdır. Loru Dildəcisi Qırmaki dərəsində, burada Elnur müəllim həmin istismar sahəsinin ora düşdüyü mədənin rəisidir. O daha yaxşı o istiqamətdə cavab verə bilər. Orada ən dərin yer hardasa 300 metrəyə təsadüf edir. Yəni vertikal dərinliyi. Amma Balxanın cənub qərbində həmin o sonuncu neftli obyekt 1600 metr vertikal dərinliyə təsadüf edir. Çox sağ olun. Sözü vermək istəyirik Xalidə xanıma, İncəsənət Gimnaziyasının müəlliməsi. Mən də sizi salamlayıram və bugün mənim üçün ən xoş bir gündür. Çünki atam neftçi olub, sosial əməl qəhrəman olub atam. Yəni ki, hər dəfə deməli neftçi bayramı olanda artıq 20 ilə yaxında rəhmətə gedib, 75 yaşında rəhmətə gedib. Tahir Salahovun ən yaxın dostu olub. Tahir Salahovun hətta neftçi əsəri orada atamı çəkib, eskizlər eləyib çoxlu. Yəni, ona görə mən də sizə təşəkkür edirəm və bu sərginin açılmasında rəhbərliyə çox təşəkkür edirəm. Natiqə, Vüsaliyə, sonra sərgi salonunun müdürünə sağ olun ki, bizə belə bir şərait yaratdınız. Təşəkkür edirəm. Təşəkkür ederim. Sağ olun. Sözü vermək istəyirəm. Bizim Arşın Malçı, gözəl oymaçı rəssamımız, gözəl qəlbə malik Yahya müəllimə. Hər vaxtınız xeyir olsun. Bütün sərgi iştirakçıları, indiki halda burada olan və gələcəkdə zaman ərzində daxil olacaq sərgi müşahidəçilərində salamlayıram. Belə bir mövzu, neft mövzusu, həm belə deyək ki, sənət adamları üçün yerüstü sərvətin yeraltı sərvətə baxışı deməkdir. Deməli, biz insan olaraq yerüstü sərvət, biz yeraltı sərvətə baxış buzağımızı sərgiləyirik bu sərgidə. Və hansı ailədən, hansı məkandan, bax bu çox önəmlidir. Ailələr çoxdur, Azərbaycan ailəsi deyəndə müqəddəslik duyulur, amma təxəyyül ailəsi deyiləndə, burada müqəddəsliyin yanında biraz başqa dərəcələrdə gəlir. Bura sıralanmış saydan olan adamlar yox, incəliyi duyan, neftin qara rəngini, onu ağ neft halında görüb, onu işıq nur halında cəmiyyətə göstərən, təqdim etməyi bacaran zümrənin adamlar dayanıbdır.
Ona görə də düşünürəm ki, seçim bu sərginin məkan seçimi də təşəkkür edirəm sizə Balaxanını seçmək üçün. Çünki Balaxanı Azərbaycan kəndlərinin 32 kənd deyilir də bu Bakı kəndlərinin. Bakı kəndlərinin qaymağı hesab olunub ki, Balaxanı burada neft var. Neft nədir? Neft bizim işığımızdır, nurumuzdur, həyatımızdır, bizim sığortamızdır. Bizi sığortalayan dünya çapında ən gözəl nemət nə adlanır? Neft. İki cür qızıl var, deməli torpaq üzrə olan. Ağ qızıl pambıq hesab olunur, qara qızıl neft hesab olunur. Deməli, ağ qızılın da üzünü ağardan bizim bəlkə də heç fərqində olmadığımız qara qızılımızdır. Çünki qara qızılımızın əmsal dəyəri bizim həyat fəlsəfəmizdə çox önəmli yer tutur. Natiq bəy, ailəmizin başçısı olaraq sənə həmişə alnı açıqlıq, üzü ağlıq, necə səndə həmişə təbəssüm görmüşük, o təbəssüm ömür boyu daşımağı diləyirəm. Vüsalə xanım, üzərimizdə əziyyətiniz çoxdur. Hər biri. Burada olmayan bizim yoldaşlar var. Məsəl üçün, hamısının adını çəkməsəm də qəlblərdədir. Allah köməkləri olsun. Var olsunlar. Eşən bəy bu dəqiqə burada yoxdur, amma hamı bilirəm ki, bu dəqiqə onu da arzulu ki, kaş Eşən bəy də burada olaydı. Çünki o qədər pozitiv ruh. Biz qara rəngi sarı qızılı rəngə boyaya bilən, ağ rəngə boyaya bilən insanlarıq. Hamınız var olun. Təşəkkür edirəm. Sağ ol dədə. Sözü vermək istəyirik bizim qrupun üzvü Gözəl xanım Rəhlə xanım Qaçayevaya. Sərgi iştirakçılarını salamlayıram. Mən də çox şad oldum ki, bugün bu sərgidə iştirak edirəm və Təxəyyül ailəsinin üzvü olduğum üçün də fəxr elədim. Gəzdik, dolandıq, çox gözəl, xoşumuza gəldi Balaxan kəndi də. Necə deyim, sərgi iştirakçıları da xoş ruhlu insanlardır burada hamısı. Təxəyyülü geniş olan insanlardır. Hamıya uğurlar arzulayıram. Təbrik edirəm hamını. Çox sağ olun. Təşəkkür edirik. Sözü verir Rəhlə xanım Qaçayevaya. Mən də hamını və qonaqları salamlayıram. Bu işdə, bu sərgidə əziyyət olanlara hamısına öz təşəkkürümü bildirirəm. Belə sərgilər davamlı olsun. Sözü vermək istəyirik bizim həm qrupun rəssamı, həm də xoreoqraf xanımı, rəqsimizdə iştirak edən xanım Tamara xanım Kantıdaylı. Salam. Salam dostlar, salam qonaqlar. Bugün çok güzeldi. Прекрасные балаханы. Я, честно говоря, первый раз здесь. Мне очень понравилось. Спасибо огромное салону, который предоставили нам сделать выставку. Спасибо огромное Натику Миалиму, Бюсяли Хану и всему нашему коллективу, который здесь участвует. Добро пожаловать на нашу выставку. И мне очень хочется поздравить всех нефтяников сегодня, потому что у меня дедушка тоже был нефтяник, Алиев Теймур. Вот. И поэтому, наверное, это прекрасный день нефти. Спасибо огромное. Sözü vermək istəyirik bizim ailənin dostu, fotoqraf və Sariban Milli Dekor Evi ilə sıx əlaqəsi olan Rauf müəllim Umud. Sizə söz verməmək olmazdı. Mənim sözüm azdı axı. Fotoqraflar adətən öz işlərini təsvirlərdə göstərir. Mənim ilk səfərim deməli 87-ci ildə neft daşlarına olub. O zaman Rövşən Mustafayevlə Moldus Azərbaycana qəzetindən səyahət eləmişdim və mənə filmlərdə, təbii ki, bu bayaqları Bəxtiyar filmində adı çəkildi. Həmin filmlərdən nağıl kimi gələn təsvirləri mən orada gözümün şahidi oldum. Ümumiyyətlə, neft belədir ki, onun təsvirdə hər zaman istər insanların portreti olsun, istər buruqlar olsun. Onların hamısının özünün bir gözəlliyi var və hər bir yerdə də fərqli-fərqli görünə bilir. Mən özüm bu yaxınlarda təzə qayıtmışam Aktavdan. Orada böyük deməli bir tədbir vardı, fotoqrafların tədbiridir. Həmin tədbirdə deməli maşını saxladılar təsadüfən. Günün günorta vaxtı neft buruqlarını çəkirlər, qaçalqaları. Mən də baxıb deyirəm ki, siz indi nəyi çəkirsiniz bunu? Hamı deyir ki, qaçalqa da maraqlıdır. Deyirəm, yox. O hətta quyudan, yəni neft çıxardan adamı
onun ya günün səhər vaxtı çəkməlisən, ya axşam vaxtı. Çünki neftin nə olduğunu sən heç olmasa səmada onun rəngi ilə göstərməlisən. Biz təsvir adamları hər şey çalışırıq ki, məsələn bir təsvirdə deyək. Neftçilər də ki, təbii bu günləri bizi nətər deyək, nurumuzdur, işığımızdır. Hamını təbrik edirəm. Çox sağ olun. Təşəkkür edirik. Sözü vermək istəyirik Xanı sakini, gözəl qonağımız Mina xanım. Minəvvər xanıma. Birincisi, çox şadam ki, öz doğma kəndimdəyəm, Balaxanıdayam. Balaxanı çoxdan belə olmalıydı, indi yox. Mən həmişə deyirdim ki, bizim Balaxanının küçələri 1 santimetr qızıldan olmalıdır. Çünki doğrudan Balaxanı kəndinin insanları da başqa cürdür. Qadınları çox gözəldir. Mən sizə onu deyim, qoy bilsinlər. Çox gözəl qadınlarımız var bizim. Bir də birinci istəyirəm onu deyəm ki, çox üzr istəyirəm sizdən. Mən Qarabağ şəhidlərini bir dəqiqəlik sükutla yad eləmək istəyirəm. Biz onlara görə bugün yaşayırıq. Biz onlara görə bugün çörək yeyirik. Süfrədə otururuq. Və Allaha dua eləməliyik ki, onların ruhu şad olur. Onların ruhu şaddır. Bizim ehtiyacları da yoxdur bizə. Çünki ey şəhid oğlu şəhid, istəmə məndən məqbər. Səni ağuşunu açmış gözlər Peyğəmbər. Nə qədər xoşbəxt şəhidlərimizdir. Onları Peyğəmbər orada ağuşuna alıb onları saxlayır. Və bir də çox gözəl bir söz mən bu yaxında eşitdim Türkiyədən. Dedi, hər əskərimizdə bir şəhid dayanır. Müharibə vaxtı. Necə gözəl bir hissdir doğrudan. Demək, o bizim əskərlərimiz tək deyirlər. O şəhidlər onların dalındadırlar. Allah bizim əskərlərimizi qorusun. Onları, saat bizim keşikçilərimiz olardı. Sərhədlərimizdə olardı rullar. Biz buna, onlara minnətdarıq ölənə qədər. Doğrudan da ölənə qədər. Ölüm yoxdur. İnsan bu dünyadan o dünyaya gedir. Ölüm yoxdur. Ona görə də sizi çox təbrik edirəm. Çox şadam ki, bugün bura gəldim. Rasimə xanıma görə mənə zəng elədi. Və mən də borc bildim ki, Balaxanıya gəlim. Balaxanını sevək. Birinci neft buruqları Balaxanıdadır. Özdəki Balaxanı nefti nesizdir. Başqa neftlərin içində tərkibi pisdir. Bizim Balaxanı neftinin tərkibi tamam başqadır. Bizim də qohumlarımız burada, mənim atam da mənim burada, əmilərim burada olub. Bizim böyük milyoner də olub burada əsas. Bunlar neft sahilləri olub, magnatları olub, evləri də buradadılar. Hələ vağzalın yanında evləri var orada. Əlişirin əmimdir mənim. Ona görə də mən çox xoşbəxtəm ki, sizinlə bugün burada görüşdüm. Çox şadam. Allah sizə ömür versin. Dilimizi unutmayaq. Balaxanın dili başqa dildir. Biz tat dilini danışırıq, varımızdır dilimiz. Amma Azərbaycanda yaşayırıqsa, bizim dilimiz Azərbaycan dilidir. Və ən gözəl dillərdən biridir. Unutmayın bunu. Dünyanın ən gözəl dilidir Azərbaycan dili. Balaxanın dilini də sevək, onu da sevək. Amma Rusu bilək. Mən heç nə demirəm. Mən Rus dilini onlardan yaxşı danışaram. Ədəbiyyatını bilək, tarixini bilək. Onlar yerində otuzduraq. Çünki onlar bizə həmişə aşağıdan baxıblar. Bizə yaşağı baxıblar da. Ona görə də mən sizi təbrik edirəm. Çox danışdım. Allah sizi xoşbəxt eləsin, canınızı sağ eləsin. Rasimə, sənə də çox sağ ol. Sən məni çağırdın. Orada qəşəng beylərimiz var. Neftçi beylərimizi təbrik edirəm. Əsrin müqaviləsini imzaladıq 93-cü ildə. Ona görə də onu da ulu öndərimizi də çox yad eləyək. Ruhu şad olsun. Birinci əsrin müqaviləsini onun sayəsində biz imzaladıq, 93-cü ildə imzaladıq. Təbrik edirəm. Biz indi istəyirik, baxmayaraq ki, Sariban Milli Dekor Evinin direktoru İntizar xanım burada olmasa da, amma ürəyi bizimlə idi. Biz istəyirik Təravət xanımı bura dəvət eləyək, onun müavini Təravət xanım Əliyeva, İntizar xanıma və Təravət xanıma bizim qrup adından kiçik bir hədiyyə var. Və sözü vermək istəyirəm Təravət xanıma, o İntizar xanım adından sizi salamlasın və daha sonra isə hədiyyəmizi təqdim edək. Salamlayıram sizi, qonaqlarımızı. Xoş gəlmisiniz hamınız Sariban Milli Dekor Evinə. Sariban Dekor Evinin direktoru İntizar xanım gələ bilmədiyinə görə sizi təbrik edirəm. Gələcəkdə uğurlar arzulayıram hər birinizə.
Art təxəyyülə də təşəkkürümüzü bildiririk. Teşekkürler. Teşekkürler. Kiçik bir hədiyyədir İntizar xanıma. Bu Balxanın neft buruqlarını tut bunu. Balxanın neft buruqlarıdır. Burada görürsünüz ki, Balxandakı keçmiş neft buruqları və müasir neft buruqları. Və görürsünüz burada var. Və burada da yadınızdadırsa əvvəlki məktublar həmişə bu cür möhürlənirdi. İtnaf var. Ona görə bunu biz öz qrupumuz adından Çox sağ olun. Alqışlayın. Həmçinin də sizə Təravət xanım kiçik bir vandal əsəri bizim qrup adı. Çox sağ olun. Çox təşəkkür edirəm. İndi isə Təxəyyül Art qrupun mahnısı, deməli sözləri ürəyi bizimlə olan, özü burada olmasa da belə Elşən Sabiroğluya, musiqisi mənə, aranjman isə Cəmilə xanım Əskərovaya məxsusdur. İndi isə həmin mahnını ifa edəcəyik. Sosial şəbəkədə neçə qrup var, Təxəyyül ailəsinə çatmaq mı olar? Bəyləri centilmendir, xanımları gül. Bax belə bir ailədir bizim Təxəyyül. Çox gözəl bir ailədir bizim Təxəyyül. Bax belə bir ailədir bizim Təxəyyül. Çox gözəl bir ailədir bizim Təxəyyül. Birgə xoşbəxt yaşayaq, olaq mehriban. Biri bizə can desə, biz də deyək can. Sizinlə ürək şaddır, açılır könül. Bax belə bir ailədir bizim Təxəyyül. Çox gözəl bir ailədir bizim Təxəyyül. Bax belə bir ailədir bizim Təxəyyül. Çox gözəl bir ailədir bizim Təxəyyül. Görüşürük yaxından, oluruq tanış. Gəzirik hər bölgəni biz qarış-qarış. Vətən Gülüstan bizsə nəğməli bülbül. Bax belə bir ailədir bizim Təxəyyül. Çox gözəl bir ailədir bizim Təxəyyül. Bax belə bir ailədir bizim Təxəyyül. Çox gözəl bir ailədir bizim Təxəyyül. Oymaçı rəqqas alın, Allahdan ilham. Musiqiçi, keçəçi, xalçaçı, rəssam. İncə sənət yolunda yox bizə müşkül. Bax belə bir ailədir bizim Təxəyyül. Çox gözəl bir ailədir bizim Təxəyyül. Bax belə bir ailədir bizim Təxəyyül. Çox gözəl bir ailədir biz Təxəyyül. Biz həmçində söz vermək istəyirik bizim neftçimiz Elnur müəllimə. Buyurun Elnur müəllim. Mən də öz növbəmdə hamısını salamlayıram. Xoş gəlmisiniz. İlk növbədə neftçiləri diqqətdən kənarda saxlamayın. Onların peşə bayramını qeyd etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Düzdür, Elçin müəllimdən sonra danışmaq biraz çətindir. Yetərincə həm neft sənayesindən, həm də Balxanı qəzəbəsindən yetərincə məlumat verdi. Mən öz növbəmdə neftçiləri təbrik edirəm. Onları öz peşələrində, vəzifələrində uğurlar, müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun. Minnətdarım. Elçin Diqabov. Alqışlayın. Gel buradan. İntizar Rızayeva. İntizar xanımın təşəkkürnaməsi təqdim edirik Təravət xanım. İndi biz istəyirik bədii hissəyə keçək. Ona görə Təxəyyül Art qrupun İncilər Rəqs Ansamblının ifasında biz istəyirik sizə təqdim eləyə Aşımalan operettasından Qızların rəqsini. Başla.
Aşın malalar İndi de var, 2 tane var, Aşın malalar Akşam balcı, kızlar, gelin kızlar. Hamımız oturuyoruz ama ben de kalırım ama mesela bir şey olsun günür olmuş. Çumal göster, bir yere sal göster. Çumal göster, bir yere sal göster. Göster her ne var, kızlar bezenme ister. Göster her ne var, kızlar bezenme ister. Ah ne güzel parçadır, güllerde goncadır. Toy bezeyi konçadır, konça. Ah ne güzel parçadır, güllerde goncadır. Toy bezeyi konça. Ondan bir paltarlık diktirseydim, oynardım ben duyunca. Ondan bir paltarlık diktirseydim, oynardım ben duyunca. Çumal göster, bir yere sal göster. Çumal göster, bir yere sal göster. Göster her ne var, kızlar bezenme ister. Göster her ne var, kızlar bezenme ister. Ah ne güzel parçadır, güllerde goncadır. Toy bezeyi konçadır, konça. Ah ne güzel parçadır, güllerde goncadır. Toy bezeyi konçadır, konça. Ondan bir paltarlık diktirseydim, oynardım ben duyunca. 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 Xoş eləyir Aynur Yunusova Niyazini Arzu romansını. Aa gözlüm, şirin sözlüm.
Asimə xanımın ifasında Uzundərə rəqsi. Aşın Mağla filmindən Gözəlim Yar Gözəlim. Gözəlim yar gözəlim, bir sözüm var gözəlim, bu yazık yarına hədən bir nəzər sal gözəlim, bu yazık yarına hədən bir nəzər sal gözəlim. Aşık oldum sənə mən, etmedin lütfü gelem, bu yazık yarına herden bir nezer sal gözəlim, bu yazık yarına herden bir nezer sal gözəlim. Yanıram eşk yoluna, etmedin bir yanıma, bu yazık yarına herden bir nezer sal gözəlim, bu yazık yarına herden bir nezer sal gözəlim. Gözəlim yar gözəlim, bir sözüm var gözəlim, bu yazık yarına herden bir nezer sal gözəlim, bu yazık yarına herden bir nezer sal gözəlim. Gözəlim yar gözəlim, bir sözüm var gözəlim, bu yazık yarına herden bir nezer sal gözəlim, bu yazık yarına herden bir nezer sal gözəlim. Yanıram eşk uğruna,
güzelim. Bu yazık yarına heden bir nezer sal güzelim. Yar güzelim. Bir sözüm var güzelim. Bu yazık yarına heden bir nezer sal güzelim. Güzelim yar güzelim. Yazık yarına heden bir nezer sal güzelim. Bu yazık yarına heden bir nezer sal güzelim. İndi isə dəvət edirik sərgimizə baxış. Buyurun baxa bilərsiniz. Yuxarıda bu buta formasında əslində bulut nəzərdən tutulub yaradılıb. Çünki buta elə bir ornamentdir bizim milli naxışlar içərisində. O həm də həyat rəmzinə çevrilir və ikili burada buta var bir-birinə nisbətdə. Əslində hasilatımız incə, zərif davranışla və ürəyimizi qoyaraq mühəndislərimizin, fəhlərimizin gözəl çalışması nəticəsində yığılan sərvətimizin bizim üzərimizə çox gözəl şəkildə həyat əlaməti olaraq yağmasına işarədir. Burada dənizi göstərən mənzərə var, həm naxış elementləridir, həm də dənizi xatırladır və bazadadır dəniz. Təşəkkürlər, sağ olun. Mən baxıb ilhamlanmışam. Burada rəngləri falan. Dənizi göstərmişəm, neftlə bağlı olduğuna görə. Burada da neft buruqlarını göstərmişəm. Həm quru yatağını, həm dəniz yatağını göstərmişəm. Bəli, həm quru, həm dəniz. Çıxış elədilər. Dedilər ki, nefti tanımaqdan ötürü bir səhər, bir də axşamüstü geyib Xəzər dənizinə. Mən də axşamüstü Xəzər dənizinə baxıb onu təsəvvürümdə yaratmışam. Çünki bütün vuşqalardır, o nefti o hamıda var. Amma belə mənzərələr görsən ki, axşamüstü mənzərəsi, yəni orada nefti canlandırmaq tək deyir. Ona görə də mən belə rəsm çəkdim. Моя работа посвящена, как видите, нефтянику, который несет вахту целыми днями в жаре, в пылу. Вышки – это специальная установка, которая стоит на море. Отражение идет ее в море. И все в таких цветах, в ярких я сделала, в красных, в темных, черных. Специально даже небо показало, как бы это нефть, уходящая вверх, разноцветного, да, цвета, но не синего, как небо, да, потому что именно эта вся экзотика, именно вся вот эта нефтяная промышленность, она показана в черноте, вот в этом во всем. Çok sağ olun. Mən neft buruqlarımız, yəni gecə vaxtı işlədiyimə görə axşam... Bunun səsi çıxmır onsuz da. Hə, yəni gecə vaxtı çəkdiyimə görə axşamı çəkmişəm. Yəni axşam necə görünür o. Buyurun. Daim neftçi olduğuna görə bu şəkili çəkmişəm. Mənim işim göstərir ki, bizim ölkəmizin neft ilə bol olduğu və bizim ölkəmizin neftə görə inkişafımız görsənilir. Bu Balaxanada olduğu üçün elə sərgi mənim də Balaxanın neftinə aid işim var idi. Onu sərgidə bu işimlə iştirak edirəm. Bu göldür, bu Böyükşor gölü tərəfdir. Neftin fonundan o göl görünür. Balaxana tərəfdir.
Sağ ol. Təşəkkür. Sağ ol. Neft həqiqətən də bizim üçün dəyərli bir sərvətdir, qiymətli, dəyərli sərvətdir. Və bizim də borcumuzdur ki, əgər biz bu vətəndə yaşayırıqsa və bu vətənin hər bir necə deyərlər, nemətlərini istifadə eləyiriksə, Allah bizə bu gözəlliyi, bu qızılı, varı, dövləti verib bizə. Qara neft bizim üçün həyatımızda bizim ağ günlərimizdir, gələcəyimizdir. Və neftçilərə də təşəkkürümüzü bildiririk ki, gecə gündüzünü qatıb bu sərvətlərimizi qoruyurlar və daha da inkişaf etdirirlər. Və hətta öz işimdə də, bu əsərimdə qaranlıq gecədə ritm bilinir ki, burada həyat dayanmır. Gecə də hətta neftçilər iş başındadılar və öz işlərini çox gözəlliklə həyata keçirdirlər. Yəni gecə də həyat var. Və bu həyatı da öz stilində işləyir, öz yaradıcılığı öz stilində. Gecə növbəsində çalışırsınız. Bəli, bəli. Hətta orada neftçilər də var, görsənmirlər sadəcə. Təşəkkür edirik sizə. Çox sağ olun. Minnətdarıq gəldiyiniz üçün. Картина говорит о том, какими трудностями, какими результатами пошли. Вот все происходило, чтобы достичь того, чего мы имеем сейчас. А это скважина замочная, дорога к светлому, хорошему будущему через труд и через достижение. Спасибо. Təbii ağaclardan hazırlanıb armud ağacıdır. Yəni birbaşa olaraq bəli, ləbləbi qabları. Bəli. Bunun böyük müxtəlif ölçüdə olanları olur. Ölçülər ilə mən düzəldir. Bu aşağıda olan telefon qoymaq üçün altlıqdır. Hərflərlə. Bu da yenə ləbləbi qabıdır. Bəli. Müxtəlif formalarda ləbləbi. Telefonun qarşısında mütləq olmalıdır. Hər hansı adına uyğun, yəni adlar hazırlanır. Müxtəlif formalarda, yəni fantaziyam nə qədər olur, o qədər müxtəlif ölçülərdə qablar verilir. Ağacdan, şabalı da ağacıdır, bunlar da təmiz. Əsərimin mərkəzindəki qadın obrazı ilə Azərbaycan milli dəyərlərini, dalğalarla Xəzərin gücünü, neft buruqları, Azərbaycanın milli sərvətini, tarixi abidələrimizi təsvir etmişəm. Çox sağ olun, minnətdarım. Kompozisiya gördüyünüz kimi neftlə bağlıdır. Burada mən özüm metalist rəssam olduğum üçün pas rənglərindən, metal çaxlardan və eyni zamanda konsepsiyaya uyğun iş görmüşəm. Və burada neftin fraksiyaları, karbohidrogenlər və diaqramda neftin zamana görə get-gedə azalmasını göstərmişəm. Belə bir öz təxəyyülümlə yanaşmalar etmişəm. Bu keçə sənətidir. Keçə sənəti çox qədim sənətdir. Yunla işləmişəm bunu. Bəli. Keçə sənəti Azərbaycanda demək olar ki, yox üzrə idi. Biz bir neçə nəfər bunu başladıq ki, bütün dünyada bu keçə sənəti işləyir. Hamısı keçə sənəti tanıyır. Bircə Azərbaycanda bu biraz ləngiyib. Ona görə də biz istəmişik bunu bərpa eləyək və bütün dünyaya biz öz işlərimizi Azərbaycanın adından elə bil Bakının, Azərbaycanın toxucuların, valyajik deyirlər də ona, keçə rəssamların tanısınlar. Bunun üzərində biz çox işləyirik. Bundan əlavə bunlar panodur. Bundan əlavə biz ayaqqabı, damaşnik evdə, sapaşki evdə geyməyə, keçə sənətinin yunun vəbşi ümumiyyətlə onun müalicəvi üsulu var. Kravabraşı, qan dövrü eləyir, müalicə eləyir, çox şeylərə kömək eləyir, xəstəliklərə. Bunu medisinada bunu təsdiq eləyib ki, bunun müalicəvi köməyi var. Ona görə biz bunu istəyirik ki, Azərbaycanda bunu tanısınlar. Bu qədər. Çox sağ ol, çox sağ ol. Yəni ki, mən də düzdür, rəssamam. Sadəcə yer olmadığından mən öz işimi gətirə bilmədim. Bu da onun işidir. Quaşdan işlənilib. Ümumiyyətcə neftə aid işlərimiz çoxdur. Dedim ki, atam neftçi olub. Ona görə bizdə o həvəs çox
belə olub da, həmişə dəniz çəkmişik. Atam gedirdi 15 gün işdə, 15 gün evdə. O 15 gün gedəndə gözümüz yolda qalırdı. Ştorm olanda, hava soyuq olanda zəng elirdik operatorla, o vaxt deyirdilər ki, bəs ştormda gələ bilmir falan. Çox belə his şeylər keçirtmişik də. Ay papa gələ bilmədi. Bir dəfə də gəldi, əlini yuxarıdan şey düşmüşdü. Buruğu qazanda. Nəsə açardı, nəsə kəsmişdi əlini. Gecə ilə gətirmişlər skor ilə. O hadisə yadıma düşəndə hamımız oturduq, ağladıq ki, papa. Yəni neftçi olmaq, neftçi çox çətin bir sənətdir. Çox məsuliyyətli, amma gözəl, gözəl. Heç pensiyaya çıxmaq istəmirdi. Dedilər 70 yaşın olub pensiyaya. Dedi ki, yox mən çıxmaq istəmirəm. Mən istəyirəm gəlim işləyim. İlk növbədə çox sağ olun gəldiyiniz üçün. Burada bizdə təbii daşlardan istifadə olunubdur. Azorit daşından əzilərək, daha sonra içərisinə kətan toxumu yağı vurulubdur. Kətan toxumu yağından sonra bizdə brenç əmələ gəlibdir. Bundan hər biri təmiz, yəni orijinal boyadan əldə edilibdir. Üzərində isə qızılı akrilik boyalardan istifadə olunubdur. Biraz energetik olsun deyə bu tonlardan daha çox istifadə etmişəm. Çox sağ olun, çox sağ olun. Burada gördüyünüz kimi Balxanı vuruqlardır. Və özüm də Balxanda olduğuma görə biraz doğma gəlir mənim bu vuruqlar. Amma görürsünüz burada keçmiş Nobel dövründə olan vuruqlar taxtadan olurmuş olar. Sonra isə müasir dövrdə o kaçalkalar, babucu. Bir növ elə Balxanın mənzərəsi təsvir olunub burada. Görürsünüz, Aleksandr Mişon, ilk neft fontanını çəkən rejissor. Nobel, Baku, neçə milyonlar səltənətində belə bir qısa metrajlı film olub. Və ilk dəfə 1887-ci ildə Balxanında qazılan ilk neft quyusu. Mexanikizm, bəli, bəli. Ona görə çalışmışam burada sırf Balxanını təsvir edeyim, bir Balxanlı kimi. Çox sağ olun. Mən burada neft buruqları təsvir etmişəm. Yəni mənim qardaşım da neftçidir, babam da neftçi olub. Yəni burada göstərmişəm gün batan vaxtı neft daşları belə. Uğurlar olsun. İş özü danışır öz haqqında. Mən burada yaşamın enerjisindən qara qızılı birləşdirmək istəmişəm ki, hər zaman enerjiləri birləşdirərək güclü bir gələcəyimizin təməli olsun. Həm iynə ilə işləmişəm, həm də bu yaş usuldur. Keçə sənətinin 3 usulu var. Bir akvarelnidir. Akvarelni prosta yunu götürürsən, qoyursan ora, rəngləri akvarelə oxşayır deyə ona görə. Amma akvareldə elə bir usul var ki, onu şüşənin altında saxlamaq lazımdır. Şüşə qırıldısa, deməli o iş. Ona görə akvareli mən ramkanı, şüşəni sevmirəm deyə, ona görə mən keçdim belə usula. Bunlar kilimlərdir, yəni yun sapdan toxulan, bizim keçmişdə işlənən xurcunlardır. Xurcun da bizim Azərbaycan bayrağıdır, saplarla. Və burada mənim Şamaxıdan olan bir kilimim olub, ondan sumka, çanta düzəltmişəm. Bir də bu da bir başqa naxışdır, kilimin başqa naxışlarıdır. Bu naxışlardan da çantalar düzəldirəm. Əsas işim budur. Yəni xalçaçıyım, amma əslində kilimə üstünlük vermişəm ki, çünki kilim artıq yaddan çıxır, daha toxunmur. Amma xalça deyir, inkişaf eləyir, gedir. Mən də fikirləşdim ki, qoy kilimlə gözləri oxşasın, rəngarəng. Bəli, bunlar mən də akril moncuqlardan istifadə eləmişəm, özüm toxumuşam bunların hamısını. Və burada iplərdən də toxumuşam, 2 dənə çantam ipdəndir, üstündə hamısı. Lentləri özüm düzəltmişəm, əl işi hamısı. Bunlar da moncuqlardan yığıram. Müxtəlif moncuqlu çantalar, yəni çoxdur. Hələ ki, bir qismini gətirmişəm də. Balaca pul qoymaq üçün balaca bir çantalardır. Keçirik sertifikatların təqdimatına və bir-bir dəvət elədikcə, adlar çəkildikcə hamı təşrif buyurur bura. Deməli, Rəhlə Əhmədova. Çox sağ olun, təşəkkür edirəm.
Yenə sərgilərdə təşkil olunsun inşallah. Yeni sərgilərə gələk. Təşəkkür edirəm. Gözəl İsmailova. Gözəl xanım, gözəlim yar, gözəlim. Gəl. Əl çalın, zəhmət olmasın. Günay Əskərova. Günay xanım. Günay. Xalidə Kazımova. İnci Məsti. Qafur Nəbiyev. Qafur müəllim. Buyurun. Bura. Qənirə xanım Əskərova. Maya Babayeva. Məryəm Abdullazadə. Məryəm Əskərova. Nərgiz Verdiyeva. Nino Çussunava. Fidan Mehman. Rəhlə xanım Qaçayeva. Rəvan Sadıqov. Sevil Babayeva. Səkinə Rızayeva. Tamara Kantıdayeva. Vüsalə Əsədova. Yəhya Cəlilov. Təravət Əliyeva. Milli Sərban Dekor Evinin müavini və bizə bu sərginin keçirilməsində bizə dəstək olduğuna görə ona təşəkkürümüzü bildiririk. Əsərlərin düzülməsində dərin minnətdarlığımızı bildiririk. Və onun oğlu bizim gözəl tarzənimiz, bizi feyziyab eləyən Səyyab Əliyev.
Bizim gözəl fotoqrafımız Nofəl Ümid. Sürəli alış. Daim bizim tədbirlərimizi işıqlandıran, onu video çəkən gözəl operatorumuz Sərvər Kəmranlı. Bizim Təxəyyül Art Qrupun xoreoqrafı, rəqslərimizin quruluşunu verən gözəl xanım, daim bizimlə olan Rasimə xanım Əhmədova. Bizim video roliklarımızı hazırlayan, onu montaj edən Cəmilə xanım Əskərova. Təxəyyül Art Qrupunun müavini Müsarə xanım Yunusova. Və bizim Təxəyyül Art Qrupun rəhbəri daim bir yerdə olan, bu cür layihələri birlikdə keçirib, gecə-gündüz çalışan və birgə çiyin-çiyinə bütün bu sərginin ərsəyə gətirilməsində Natiq müəllimə özlərinin təşəkkürümüzü bildiririk və bu sərgi demək olar ki, bir həftə ərzində buna hazırlıq işləri görüldü, yerlə danışıldı, əsərlər düzüldü və bunu biz həqiqətən bacardıq. Buna görə hamımızı təşəkkür bildiririk və başda Natiq müəllim olmağına. Bizim bakılar duyulur kalbimiz.
mavi dalgalı deniz. La la la